Salam, əziz və həmişə gənc qalan enerjili əkizlər bürcləri. 13 və 19 iyul tarixlərini əhatə edən həftəlik ulduz falı proqnozunuza xoş gəlmisiniz. İndi isə rahat əyləşin, diqqətinizi cəmləyin və bu son dərəcə maraqlı həftədə ulduzların sizin o rəngarəng dünyanıza nələr vəd etdiyinə qulaq asın. Siz əkizlər həmişə məlumat axtarışında olan, ünsiyyəti və yeniliyi sevən, daxilində eyni anda bir neçə fərqli insanı yaşadan unikal bir xarakterə sahibsiniz. Həftənin ilk günü olan 13 iyul bazar ertəsinə oyanarkən, idarə edici planetiniz olan Merkurinin də təsiri ilə zehninizdə minlərlə yeni fikir, plan və ideya dövr edəcək. Bazar ertəsi adətən bir çox insan üçün çətin və yorucu bir gün kimi qəbul edilsə də, sizin üçün bu, yeni bir səhnənin, yeni bir macəranın başlanğıcı deməkdir. Səhər saatlarından etibarən telefonunuzun susmadığını, mesajların, e-maillərin və zənglərin ardı-arası kəsilmədiyini görə bilərsiniz. Sizin o iti zəkanız və sürətli qavrama qabiliyyətiniz bugün ətrafınızdakı hər kəsi heyrətləndirəcək. İş yerində rəhbərlik və ya komanda yoldaşlarınız hər hansı bir problemin həlli üçün məhz sizə müraciət edə bilərlər. Çünki sizin hadisələrə fərqli bucaqlardan yanaşmaq, ən mürəkkəb vəziyyətlərdən belə asanlıqla çıxış yolu tapmaq kimi inanılmaz bir istedadınız var, lakin bazar ertəsi günü diqqət etməli olduğunuz çox önəmli bir məqam var: diqqət dağınıqlığı. Eyni anda bir neçə işi görməyə çalışmaq, həm telefonda danışıb, həm e-mail yazıb, həm də yanınızdakı həmkarınızla söhbət etmək bəzi xırda, lakin vacib detalları gözünüzdən qaçırmağınıza səbəb ola bilər. Ona görə də enerjinizi və diqqətinizi prioritetlərinizə yönəltməyə çalışın. Günün ikinci yarısında əldə edəcəyiniz bir məlumat və ya eşidəcəyiniz bir xəbər sizi çox təəccübləndirə bilər. Bu xəbər bəlkə də uzun müddətdir maraqlandığınız bir mövzu ilə bağlı o qaranlıq qalan məqamları aydınlaşdıracaq. Axşam saatlarında isə zehninizin o qədər sürətli işlədiyini hiss edəcəksiniz ki, yuxuya getmək sizin üçün bir qədər çətinləşə bilər. Zehninizi sakitləşdirmək üçün yatmazdan əvvəl rəqəmsal cihazlardan uzaq durmaq, sosial şəbəkələrdəki xəbər axınından ayrılmaq və sadəcə olaraq gözlərinizi yumub sakit bir musiqi dinləmək sizə çox yaxşı təsir edəcək. Siz məlumatı sevirsiniz, amma bəzən beyninizin də dincəlməyə, formatlanmağa ehtiyacı var. 14 iyul çərşənbə axşamı günü artıq həftənin ritminə tam olaraq uyğunlaşdığınız və daxilinizdəki o ikili təbiətin ön plana çıxdığı bir gün olacaq. Sizin daxilinizdə hər zaman bir tərəf risk almağı, macəraya atılmağı, digər tərəf isə məntiqli düşünməyi və ehtiyatlı olmağı tələb edir. Bugün bu iki tərəf arasında kiçik bir çəkişmə yaşana bilər. Xüsusilə maliyyə məsələlərində və böyük xərclər tələb edən qərarlarda bu ziddiyyəti daha çox hiss edəcəksiniz. Bir tərəfdən yeni çıxan o çox istədiyiniz texnoloji cihazı və ya geyimi almaq istəyəcək, digər tərəfdən isə gələcək üçün qənaət etməyin daha doğru olduğunu düşünəcəksiniz. Çərşənbə axşamı ulduzlar sizə məntiqli tərəfinizin səsinə qulaq asmağı məsləhət görür. Bugün edilən ani və düşünülməmiş xərclər daha sonra büdcənizdə boşluqlar yarada bilər. Günün ortalarına doğru ünsiyyət qabiliyyətiniz sayəsində çox vacib bir əlaqə qura bilərsiniz. Bu əlaqə bəlkə də karyeranızda sizə yeni bir qapı açacaq, tamamilə fərqli bir sahədə özünüzü sınamaq üçün sizə ilham verəcək bir insanla tanışlıq ola bilər. Siz əkizlər insanlarla danışaraq, fikir mübadiləsi edərək böyüyür və inkişaf edirsiniz. Bugün də məhz bu xüsusiyyətiniz sizi bir addım önə daşıyacaq. Sevgi həyatınızda isə əgər bir münasibətiniz varsa, partnyorunuzla intellektual mövzularda, hər kəsin maraq dairəsində olmayan fərqli və dərin mövzularda söhbətlər edə bilərsiniz. Birlikdə müzakirə etmək, saatlarla eyni mövzu ətrafında fərqli fikirlər səsləndirmək aranızdakı o zehni bağı daha da qüvvətləndirəcək. Tənha əkizlər üçün isə bugün sosial media və ya onlayn platformalar vasitəsilə çox maraqlı, zəkası ilə sizi özünə cəlb edəcək biri ilə yazışmağa başlamaq ehtimalı olduqca yüksəkdir. Sizin üçün fiziki görünüşdən daha çox qarşınızdakı insanın ağlı və espri qabiliyyəti önəmlidir. Bugün məhz o axtardığınız zəkanı kəşf edə bilərsiniz. 15 iyul çərşənbə günü həftənin ən parlaq, ən hərəkətli və bəlkə də ən yaradıcı günlərindən biri olacaq. Həftənin ortasında enerjiniz elə bir səviyyədə olacaq ki, sanki içinizdə bir vulkan püskürür. İş həyatınızda və ya təhsil aldığınız mühitdə yaradıcı fikirlərinizlə diqqət mərkəzində olacaqsınız. Əgər uzun müddətdir üzərində çalışdığınız bir layihə, yazmaqda olduğunuz bir məqalə, ssenari və ya hər hansı bir yaradıcı iş varsa, bugün o işdə böyük bir irəliləyiş əldə edəcəksiniz. İlham pərləri sanki çiyinlərinizə qonacaq və sözlər su kimi axıb gedəcək.
Çərşənbə günü təqdimatlar etmək, insanları öz fikirlərinizə inandırmaq və inandırma qabiliyyətinizdən istifadə etmək üçün mükəmməl bir gündür. Səsinizin tonu, seçdiyiniz sözlər, bədən diliniz qarşınızdakı insanları valeh edəcək gücdədir. Lakin bu uğur və diqqət seli içərisində bəzən ətrafınızdakı insanların duyğularını və hisslərini göz ardı edə bilərsiniz. Kimsə sizə öz dərdini danışmaq, daxili sıxıntılarını bölüşmək istədikdə onlara vaxt ayırmağa, diqqətlə dinləməyə çalışın. Siz bəzən problemlərə o qədər məntiqli və praktik yanaşırsınız ki, qarşınızdakı insanın sadəcə emosional bir dəstəyə, bir qucaqlaşmaya ehtiyacı olduğunu unudursunuz. Bugün həm də qısa məsafəli səyahətlər, şəhər içində bir neçə fərqli ünvana gedib gəlmək və ya işgüzar görüşlər üçün çox uyğundur. Sükan arxasında olarkən və ya yolda gedərkən dinləyəcəyiniz bir podkast, bir audio kitab sizə tamamilə yeni bir baxış bucağı qazandıra bilər. Günün sonunda əldə etdiyiniz məlumatları beyninizdə analiz edərkən özünüzü çox dolğun və məhsuldar bir gün keçirmiş kimi hiss edəcəksiniz. Sağlamlıq baxımından isə bu gün qollarınıza, çiyinlərinizə və tənəffüs yollarınıza diqqət etməlisiniz. Çox vaxt kompüter arxasında, masada əylərək işləyirsinizsə, duruşunuza fikir verin, vaxtaşırı otağın havasını dəyişin və ciyərlərinizi təmiz hava ilə doldurun. 16 iyul Cümə axşamı günü daxilinizdə qəribə bir səbirsizlik, bir an əvvəl hərəkətə keçmək istəyi hiss edəcəksiniz. Bugün hər şeyin sürətlə baş verməsini, suallarınızın dərhal cavablanmasını, verdiyiniz sifarişlərin o anda gəlməsini istəyə bilərsiniz. Ancaq unutmayın ki, kainatın öz ritmi var və hər şey sizin istədiyiniz sürətdə irəliləməyə bilər. İnsanlara qarşı səbirsizlik göstərmək, onların ləngliyindən şikayətlənmək bəzi kiçik münaqişələrə səbəb ola bilər. Cümə axşamı günü iş yerinizdə və ya təhsil mühitinizdə baş verə biləcək qeybətlərdən, dedikodulardan və intriqalardan uzaq durmağınız çox vacibdir. Sizin o maraqlı təbiətiniz hər şeyi öyrənmək, hər hadisənin kökünə getmək istəsə də, bugün başqalarının şəxsi işlərinə qarışmaq sonradan başınızı ağrıda bilər. Öz işinizə, öz hədəflərinizə fokuslanın. Əgər daxilinizdəki o izafi enerjini və hərəkət ehtiyacını doğru istiqamətə yönəltsəniz, bugün xeyli müddətdir təxirə saldığınız çətin bir işin öhdəsindən layiqincə gələ bilərsiniz. Günün ikinci yarısında köhnə dostlarınızdan, bəlkə də məktəb və ya universitet illərindən tanıdığınız, lakin uzun müddətdir əlaqəni kəsdiyiniz birindən gözlənilməz bir mesaj ala bilərsiniz. Keçmişə edilən bu kiçik səyahət, köhnə günlərin xatırlanması sizi çox duyğulandıracaq və bəlkə də gənclik illərinizin o saf enerjisini yenidən kəşf etməyinizə kömək edəcək. Axşam saatlarında isə evdə sakit oturmaq yerinə çölə çıxmaq, insan içinə qarışmaq, enerjili bir mühitdə olmaq istəyəcəksiniz. Sevgi həyatınızda romantikadan çox, birlikdə əylənə biləcəyiniz, birlikdə gülə biləcəyiniz anlara ehtiyac duyacaqsınız. Həyat yoldaşınızla və ya sevdiyiniz şəxslə birlikdə gülməli bir komediya filminə baxmaq və ya stolüstü oyunlar oynamaq aranızdakı enerjini yeniləyəcək. 17 iyul Cümə günü gəldiyində isə sizin üçün həftə sonu əhval-ruhiyyəsi artıq tam gücü ilə özünü göstərməyə başlayacaq. Cümə günü sanki bütün həftənin ağırlığını, stresini üzərinizdən atmaq və azadlığa qovuşmaq üçün bir bəhanədir. Bugün işlərinizi mümkün qədər tez yekunlaşdırmağa, sənədləri səliqəyə salmağa və masanızı təmizləməyə çalışacaqsınız ki, həftə sonuna beyninizdə heç bir yük olmadan girə biləsiniz. Lakin tələsik verilən qərarlarda və son anda atılan imzalarda diqqətli olmağınız tövsiyə edilir. Detalları yoxlamadan sadəcə işi bitirmək xatirinə edilən səhvlər növbəti bazar ertəsi yenidən qarşınıza çıxa bilər. Cümə günü sizin üçün sosial çevrənizin ən çox genişlənəcəyi, yeni insanlarla tanış olmaq üçün mükəmməl fürsətlərin yaranacağı bir gündür. İşdən və ya dərsdən sonra dostlarınızla bir araya gəlmək, şəhərin yeni açılmış, fərqli konsepti olan bir məkanına getmək, musiqi dinləmək və bol-bol söhbət etmək sizə inanılmaz bir zövq verəcək. Siz əkizlər əyləncəni, cəmiyyət içində parlamağı və qrup söhbətlərinin mərkəzində olmağı çox sevirsiniz. Bu axşam sizin o güclü yumor hissiniz, hazır cavablığınız və hər kəsi güldürmə qabiliyyətiniz sizi əsl partinin ulduzuna çevirəcək. Əgər ürəyiniz boşdursa, məhz bu cümə axşamı qatıldığınız bir tədbirdə dost məclisində çox enerjili, baxışları ilə sizi ofsunlayacaq və sizinlə eyni sürətdə düşünə bilən biri ilə qarşılaşa bilərsiniz. Bu tanışlıq başlanğıcda sadəcə dostluq kimi görünsə də, zamanla çox dərin və maraqlı bir hekayəyə çevrilə bilər. Cümə gecəsi həyatı bütün rəngləri ilə hiss etdiyiniz, enerjinizin ən yüksək olduğu bir zaman dilimi olacaq. 18 iyul Şənbə günü sizin üçün tam bir məlumat və kəşf günüdür.
Həftə boyu toplanan fiziki yorğunluq ola bilər, lakin sizin zehniniz heç vaxt yorulmur. Şənbə günü səhər oyanarkən içindən gələn o öyrənmək ehtirası sizi fərqli sahələrə yönəldə bilər. Bəlkə bugün internetdə tamamilə fərqli bir mövzuda sənədli film izləyəcək, yeni bir proqramın istifadəsini öyrənməyə çalışacaq və ya uzun müddətdir kitab rəfində sizi gözləyən o qalın kitabı oxumağa başlayacaqsınız. Sizin üçün beyin qidası fiziki qidadan daha önəmlidir. Şənbə günü həmçinin qardaş bacılarınızla, yaxın qohumlarınızla əlaqə qurmaq, onların hal-əhvalını soruşmaq və onlarla maraqlı müzakirələr aparmaq üçün çox gözəl bir enerjiyə sahibdir. Əgər aranızda kiçik küsülülüklər, yanlış anlaşılmalar olubsa, sizin şirin diliniz və diplomatik bacarığınız sayəsində bütün bu buzlar əriyəcək. Bugün eyni zamanda hobbilərinizə, xüsusən də əl qabiliyyəti və ya yazmaqla bağlı olan fəaliyyətlərə vaxt ayırmaq üçün əla gündür. Öz bloqunuzu yazmaq, şeir və ya qısa hekayələr qələmə almaq, bəlkə də bir video çəkib öz fikirlərinizi dünya ilə bölüşmək istəyəcəksiniz. Daxilinizdəki o fırtınalı düşüncələri, qabarıq emosiyaları kağıza və ya rəqəmsal dünyaya tökmək sizi böyük bir yükdən xilas edəcək və ruhunuzu yüngülləşdirəcək. Axşam saatlarına doğru isə qısa müddətli, spontan bir səyahət planı ortaya çıxa bilər. Dostlarınız qəfildən sizə zəng edib, hazırlaş, şəhərdən kənara gedirik deyə bilərlər. Bu cür gözlənilməz, plansız hadisələr sizi həmişə həyəcanlandırır, ona görə də təklifləri geri çevirməyin və hərəkətin dadını çıxarın. Və nəhayət, 19 iyul bazar gününə gəlib çatdıq. Bütün o hərəkətli, sürətli və məlumatla dolu günlərdən sonra bazar günü ulduzlar sizə açıq və dəqiq bir mesaj verir, zehnini sakitləşdir. Sizin beyniniz dayanmadan 7/24 işləyən bir mühərrik kimidir. Amma hər mühərrikin soyumağa, yağa və baxıma ehtiyacı olduğu kimi, sizin də zehni istirahətə ehtiyacınız var. Bazar günü mümkünsə telefonunuzu səssizə alın, sosial medianın o sonsuz xəbər lentindən, dayanmadan axan informasiya selindən bir neçə saatlıq da olsa uzaqlaşın. Məlumat detoksu etmək bugün sizin üçün ən gözəl terapiya olacaq. Səhər saatlarında oyanıb sakitcə qəhvənizi içmək, pəncərədən çölü izləmək, beyninizdəki düşüncələri müvəqqəti olaraq susturmağa çalışmaq sizə böyük bir hüzur gətirəcək. Bugün fiziki olaraq da bədəninizi çox yormamağa çalışın. Yüngül bir yürüyüş, təmiz havada bir neçə dərindən nəfəs almaq, yoga və ya meditasiya ilə məşğul olmaq ruhunuzla bədəniniz arasındakı balansı bərpa edəcək. Bazar gününün ikinci yarısında isə gələn həftə üçün kiçik planlamalar etmək, ancaq bunu stres olmadan sadəcə beyninizdə bir struktur yaratmaq məqsədilə etmək yaxşı olar. Siz xaosun içində də nizam yarada bilən nadir insanlardansınız. Axşam saatlarında isə isti bir duş qəbul etmək, sevdiyiniz bir bitki çayını dəmləyib sakit, qaranlıq bir otaqda sadəcə musiqi dinləyərək dincəlmək, gələn həftənin o intensiv tempinə sizi yenidən və güclü şəkildə hazırlayacaq. Siz həyatın o rəngli, dinamik və hər anı kəşflərlə dolu olan tərəfisiniz. Həyatı sevirsiniz, yenilikləri sevirsiniz və bu xüsusiyyətiniz sizi hər zaman fərqli qılır. Əziz əkizlər, bu həftəlik ulduz falı proqnozumuzun sonuna gəldik. Ümid edirəm ki, bu həftə bütün o gözəl enerjiləriniz ən doğru ünvanlara çatar. Gələn həftə yenidən görüşənədək, daxilinizdəki o sonsuz maraq duyğusunu və yaşamaq eşqini heç vaxt itirməyin, özünüzə çox yaxşı baxın.